Salam, hər vaxtınız xeyir olsun əziz futbol sevərlər. U9 Respublika çempionatında hər birinizi xoş gördük. Neftçi və Ulduz futbol akademiyalarının qarşıdurmasını izləyəcəyik. Oyun başlamadan öncə heyətlərlə sizləri tanış edək. Ulduz komandasının heyətləri belədir. Qapıda 1 Cəlal Qasımov, 4 Vural Misirli, 5 Tamerlan Tağıyev, 6 Abdullah Məmmədli, 11 Çerkez Əliyev, 9 Məhməd Əli Hacızadə, 7 Amin Qasımov, 11 Cəlal Quliyev, 10 komandanın kapitanı Həsən Zamiroğlu. Ənəf olaraq Ulduz Futbol Akademiyası narıncılı formada meydanda mübarizə aparacaq. İndi isə Neftçi komandasının heyətlərlə sizləri tanış edək. Qapıda 1 Hacı Murad Hacıyev, 7 Rafiq Məmmədli, 6 Sənan Məmmədov, 4 Süleyman Rəhimzadə, 11 Rəsul Vəlizadə, 9 Ruslan İsazadə, 10 Arif Kasımlı, 17 Cəlil Mehdizadə. Neftçi komandası isə ənəv olaraq ağlı qaralı formada meydanda mübarizə aparacaq. Artıq Hakimin də start fiti səsləndirilir. Hər iki komandalara uğurlar arzulayırıq. Bol qollu, haqlı ədalətli, gözəl bir maç diləyi ilə. Ruslan İsazadə. Hacı Murad Ruslanla oynadı yenidən. Neftçi komandası topladı. Rafiq Məmmədli 2-7 nömrənin mübarizəsini izlədik. Out. Neftçinindir. Arif Kasımla. İndi isə 2-10 nömrənin mübarizəsi var idi orada və Məhməd Əli Hacızadə qaydanı pozub Hakimin fikrincə. Rəhimzadə. Rəsul yaxın küncə zərbə top qapıya keçir. Suyu Arif. Out Ulduz komandasının lehinə qərar verir hakim. Rəsul Vəlizadə. Çirdi topu Vural Misirli. Həsən Zamiroğlu ram etdi. Rafiq Məmmədliyə qarşı qayda pozulub. Ruslan İsazadə topun gerisindədir. Arif Kasımlı oynadı. Kasımlı geriyə çəkilir. Hacı Murad. Amin Qasımovdan qarşılanır ötürmə. Və İsazadə. Amin Qasımovun qarşısında cüssəsi ilə topu koruyur. Qarşısında alır. Arif. Ötürmə zamanı bir qədər səhvə yol verdi, amma komanda yoldaşı İsazadə onu sığortalayır. Zamiroğlu'nun zərbəsi isə o qədər də yaxşı alınmadı. Canlı yayıma yeni gələn izləyicilərimiz, xoş gəlib, səfa gətirmişsiniz. Aktivliyinizi daim edin. Paylaşım və bəyənilərinizlə səhifəni izləməyə almayanlar var. Yuxarıda Eydər adının yanında izləyin butonu var, oradan səhifəni izləsəz minnətdar olarıq. Maksimum aktivliyi, maksimum bəyəni, maksimum paylaşımla dəstəyiniz arzu olunanır. Neymar Junior topladı. Cəlal Quliyev. Qayda pozulmayıb mu? Out Ulduz komandasında. Hacı Murad uzaqlaşdırdı topu. Amin Qasımov faultu yeni etirir. Yanında Cəlal Quliyev oynadı. Tamamilə geriyə çəkdilər. Qasımov ötürməsi Həsən Zamiroğlu. Amin Qasımov qapısına gəldi. Arif Kasımla. Nə baş verir orada? Şimdi tavan deyir.
Arif Kasımlı. Ulduzdan pressing davam edir. Bu pressing nəticəsində topu qazandılar, amma Vural Misirlə baxmadan ötürmə etdi. Rakoroğlu Sport deyirdi. Yeni gələnlərin nəzərinə çatdıraq. Maçın 5-ci dəqiqəsindəyik. Neftçi və Ulus FA komandalarının qarşıdurmasını izləyirik. Qolsuz bərabərliyi var maçda. $300 nəfər izləyici. Burada canlı yayın açılıb, amma çox pasiv izləyicilər var bu dəfə. Öz izləyicilərimiz deyil deyəsən, nə paylaşım, nə bəyəni də aktivliyi var. Həmçində səhifəni izləməkdə də passivliyi var. Deyəsən, qayda pozulub, bəli. Arif Kasımlıya qarşı orada qayda pozulub. Firdovsi Quliyev iştirak əzəsində adı yoxdur. Bunlar 8 yaşlılardadır. Əsasən. Həsən Samiroğlu. İmkan vermədilər zərbə indirməsinə. Blokda gəldi. Out. Sovəlzadə və topu qazandı Samiroğlu. Aşın sərbəsinə blok qoydular. Amin Qasımov. Qasımov qeyridə götürmə oldu. Yenidən Amin. Çəkdi sağ ayağına zərbə indirdi, amma yenə də imkan vermirlər. Fikir verirsə, hər iki komanda ümumiyyətcə pas oyunu sevən komandadır. Hər iki komandanın səviyyə cəhətdən eynidirlər. Güc cəhətdən eynidirlər. Və belə oyunlarda həmişə orta tempdə oyun gedir. Qarşılıqlı top itkiləri olur, daha çox olur və bu arada kapitan Rəhimzadənin zərbəsinə dəf edir Cəlal Qasımov. Süleyman, Arif. Yeni gələnlərin nəzərinə çatdıraq. Neftçi və Ulus komandalarının 7-ci dəqiqəsində mübarizəsində golsuz bərabərliyi var. Top meydanı tərk edib, qaptan sərvə. Atanur, təşəkkürlər. Amir Qasımov, keçmədə ötürmə. Belə top itkiləri sıx-sıx olur, tez-tez olur. Out. U9 liqasıdır. Cəlal. Bitirməyə Məhməd Əli Adzizadə baxdı qapıya, zərbə endirir. Top çərçivədən yan keçdi. (2017-2018) Alt Nefsinin hediyələr üçün təşəkkürlər yolmuşlar. Aramızda hər elə səhifəmizi izləməyə almayanlar var. Heydər adının yanında yuxarıda, ekranda tam yuxarıda izləyin butonu var. Oradan səhifəni izləməyə alsaz, minnətlər olaraq var olasınız. Koroğlu Sport meydançalarında 9 yaşlarından ibarət Respublika çempionatıdır. Durum mərkəzi qarşıdurmalarından da Neftçi və Ulduz komandaları qarşılaşır. Qolsuz bərabərliyi var. Maçın 9-cu dəqiqəsində Cəlal ötürməsi ünvanına çatmalı. Amin Qasımov uzaqlaşdırdı Cəlal Qasımov top meydanına. Rəsul Vəlzadə 11 nömrə. Rafiq Məmmədli yenə də 2-7 nömrədən mübarizəsi bu dəfə qalib ayrılan tərəfsi Amin Qasımovdur.
Arif Kasımlı ötürmə Rəsul Vəlizadə istiqamətində, lakin bir qədər onun sürətini hesablamamış ötürmə olur. Hamının rəyi partiyyə, nərmanı yox, hamının. İki gündür canlı yayım ancaq nərmandan danışır. Rəşid bəy, təkrar eyni sözü yazsaz, səssiz alınacaqsınız. 14 yaşlar oynaya bilər nə deməkdir? Niyə oynaya bilmir ki? Hüsnü İsazadə, Rafiq. Bəli, Əhsən Zəmiroğlu. Bu arada Arif Kasımla təhvil epizod yalanır və bu arada penalti nöqtəsini göstərdi Həsən Hakim. Yoxsa cərimə zərbəsini və Arif Kasımlı ağırlar içərisində yerdədir. Ümidvarlıq ciddi deyil zədəsi. Zənnimcə cərimə meydançasının çölündə idi. Zənnimcə, bəli. Cərimə zərbəsi. Suvəlizadə topun gerisinə keçir. 3 nəfərdən ibarət canlı set qurulub. Cəlal Quliyev, Amin Qasımov və Əhsən Zamiroğlu kapitan canlı setdədir. Fit gəldi. Rəsul Vəlizadə canlı setdən geri dönür top. Və bu arada isə basılır və gol! Rafiq Məmmədli Neftçi komandasının 7 nömrəli gol silahından ateş açılır. Maçın 11-ci dəqiqəsində Neftçi minimal fərqlə önə çıxır. Rəsul Vəlizadə zərbə qədərdə yaxşı alınmalı. Hesabı soruşanlara, izləyicilərimizdən yazanlar olsa minnətdarıq. Hesabı yazında Neftçi 1-0 deyə oldu kimi. Bizlər mesajımızı bəlkə də yuxarıda görsünlər. Əlli oyun. Hakim oyunu saxladı. Cərimə zərbəsi təyin olunur. Qarabağ 8-0 qalib gəldi. Süleyman, istiqamı tərəfinə. Səsləndirilir. Zərbə endirilir və gol! Rəsul Vəlizadə digər gol silahından cərimə zərbəsindən gol gəlir. 2-0. Tabir ötürmə gəldi. Azumurad uzaqlaşdırır. Yeni gələnlərə biriniz xoş gəlib, səfa gətirmişsiniz. Və bu arada Cəlal Qasımov şovut səhv 3-0 olur hesab. Bu səhv qolla nəticələnir. Bağışlamır Arif Kazımlı daha doğrusu bu şovut səhvi. S3 Ulduz 0. Amin Qasımov Navik İskəndərovun yetirmələrinə bugün nəsə olub. Qafqazın Barcelonası istədiyi ötürmələri edə bilmir. İstədiyi oyunu nümayiş elətdirə bilmir. Söhbət Ulduz EFA-dan gedir. Onların oyun tərzi hər zaman bizə 2008-2009-cu illər Barcelona'nın oyun tərzini xatırladırdı, amma bugün yox, o deyil. FC hələ ki istədiyinə nail olub, səhvlərdən və əlinə düşən fürsətlərdən yararlanıb.
Və Süleyman yaxşı fikirləşmişdi. Cəlil Mehdizadə. Mehdizadədən Reyd yaxşı anda ötürmə Arif Kasımlı. Arif ötürmə mükəmməl alınır. Rafiq top ayağına oturmalı. Atlan zərbə. Həsən Samiroğlu özünün ahil oynadı. Abdullah Məhmədiyə imkan vermədilər. Out. Səhifəmizi hələ də izləməyə almayan dəyərli izləyicilərimiz var. Ekranın yuxarısında izləyin butonu var və bu arada Süleyman Rəhimzadəyə qarşı bəli qaydana pozulub Cəlal Quliyev. Ekranın yuxarısında Heydər adı var. Heydər adının yanında da izləyin butonu var. Oradan səhifəmizi izləməyə alsaz hər zaman canlı yayımlarda birlikdə ola bilərik. İstər 8, istər 9 yaşlar, istər 10 yaşların liqalarında Qarabağ Neftçi, Ulduz, Troya və s. kimi komandaların oyunlarında. Həmçinin də həvəskar liqalar var, böyük yaş qrupu. Süleyman Rəhimzadə. Zərbə o qədər də yaxşı alınmalı. Aleyküm salam Məhmədov, sən izləsin. Cəlal Quliyev. Və qapıdan zərbə. Hədiyələr üçün təşəkkürlər yoldaşlar. Həsən Samiroğlu. Ötürmə ünvanına çatmır. İndi isə bizi hal-hazırda izləyən 520 nəfər izləyici. Onların daxilində olan digər izləyicilər. Bizi izləyənlər, bizi izləməyənlərə bir ismarcığız gəlsin ki, səhifəni izləməyə alsınlar, hər zaman izləmədə qalsınlar deyə. Bu cürünə dəstəyimizdə minnətlər olaraq Rafiq Məhmədi raket göndərdi qapıya. Bu nə qol idi Rafiq? Yatanları uyadır yuxudan Məhmədli. Uzaq 9'luğa PlayStation konsolu ilə desək ilki atır. O nə zərbə idi? O nə zərbə idi? O nə qol idi Məhmədli? Dublə imza atdı həmçinin də. Sənə Məmmədov. Rafiq top meydanda saxlaya bilmədi. Super. Təkrarını ancaq bioqrafiyada YouTube səhifəsində keçid ala bilərsiniz. Heydər Hüseynli yazsaz YouTube səhifəsində təkrarını ancaq baxa bilərsiniz. Paylaşım olunacaq. Bugün gün ərzində. Süleyman ötürmə meydanı tərk edir. Qaralo Sportster meydançalarda. Cəlal Quliyev. Out. Qasımov. Məhməd Ərazizadə, Neftçi. Təzyiqləri dayanmır. Nəfəs aldırmır Oğuz Səfaya. Cəlal Qasımov. Yanında Quliyev də oynadı. Out. Tete. Tamerlan Taxiyev. İmkan vermədilər ötürmə etməsinə. Həsən Samiroğlu. Cəlal sağ Cəkana ötürmə gəldi. Vural Misirli. Rafiq Məhmədli qarşısını aldı onun. Alt Neftçinin. Tamerlan aşırma zərbə indirdi amma top toru yandan silkələyir.
Uzun məsafədən zərbə qapıdan yana keçir. Sənan Məmmədov. Baş verir, qarmaqarışıqlıqlar yaşandı bir anlıq. Out. Məhəmməd Əlizadə ötürməsi ağzına Vural. Out. Modlar ara sıra gəlir, çıxırlar. Özümə nəzarət edirlər. Məhəmməd Əlizadəyə qarşı qayda polunçu var. Vural. Məhəmməd Əli. Keçmədə Rafiqdən ötürmə. Əlizadə Vural misirli. Həsən Samiroğlu qəbul etdi topu. Cəlal. Çirdi topu Quliyev. Süleyman Rəhimzadə sürət dönür və Məhəmməd Əli Hacızadə sürüşmə fəndini qaydalar çərçivəsində yerinə yetirmir. Qayda pozulub. Ehtiyac yoxdur yoldaşlar, minnətdarım. Sən. Hakim 3 sizə verir. Hədiyyələr üçün minnətdar yoldaşlar. Hədəfdən hədiyyələri atsaq daha da minnətdar olarıq. Gözlə, sənə hakim üçün gözlə. Pis səsləndirildi. Sənan Məmmədov yaxınlaşır. Məmmədov top qapının üzərindən keçdi və beləliklə ilk hissə Neftçi komandasına 4 gol üstünlüyü ilə yekunlaşdırdı. Növbəti hissədə qısa fasilədən sonra görüşmək ümidi ilə hələlik edirəm. Bir daha vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq maçın ikinci hissəsi start götürür. Yenidən uğurlar arzulayırıq hər iki komandaya növbəti hissədə. İlk hissə nəticəsi Neftçi 4-0 üstünlüyü ilə yekunlaşdırdı. İlk hissədə Ulduz komandası ilə mübarizəsini. Bax görək növbəti hissədə bizləri nələr gözləyir. Cəllavad yoxdur. Yoxdur acı qaldı. Abdullah Həsən Samiroğlu uzaqlaşdırdı. Məhəmməd Əli Hacızadə. Hacızadə baxır qapıya, zərbə dindirir. Top qapıdan yan keçdi. Həsən Samiroğlu imkan vermədilər zərbə indirməsinə. Məmmədov. Top meydanı tərk elədi. Bura Koroğlu Spor Siter meydançalarında. Hədiyyələr üçün var olasınız. Amin Qasımov. Qasımov itirsə belə axıra qədər mübarizə aparır. Qasımov qazandı topu da. Amma ötürməsi keçmir, lakin altla davam edəcəklər. 9 yaşlardan ibarət liqada. Respublika çempionatı. Cəlal Quliyev. Arif. Süleyman Rəhimzadə. FC komandasının kapitanı topladı. Bitirir topu. Məhəmməd Əli Hacızadə sol uzaqdan sürətləməyə çalışır və Hacı Murad uzaqlaşdırır.
səhifəni izləməyə almayanlar var. Yuxarıda izləyin butonu var Heydər adının yanında. Oradan səhifəni izləməyə alsanız minnətdar olaraq indidən təşəkkürlər hər birinizə. Xeyr, bu uşaqların son maçıdır bugün. Canlıyam axşam 8-9-da olacaq bir də. Cəlaquliyev. Out. Türməciyə kanal və avtogol. Avtogol 5-0. İnşallah Cəmil, inşallah. Rafiq. Zamiroğlu qazanır topu. Həsən Zamiroğlu, kapitanların mübarizəsi. Baş verdi. Sənə Məmmədov. Cəqana Tümər Rafiq. Məmmədli. Yox, aldılar topundan. Qasımovdan. Yox, ötürmə də uğurlu alınmar. Out. Teşekkürler. Bilgiler için yoldaşlar. Zəhmət olmasa. Hesabı yazan bizim öz izləyicilərimiz yazan. Temp aşağı indi. Temp oyunda aşağı indi həqiqətən də. Ulus həqiqətən də bugün heç cür istədikləri oyunu maşir etdirə bilmədi. Heç cür. Neftçi isə həm hesab cəhətdən, həm də psixoloji cəhətdən üstünlüyü əldə edə bilər. Yox, ay amin. Neftçi o komanda deyil ki, sən o reydləri və ard-arda edəsən. Burada ancaq vaxtında ötürmə etməlisən, vaxtında reydi edib, vaxtında zərbəvi də indirməlisən. Cüzü səhv bax, belə qolları ard-arda gətirər. Məhəmməd Əli Hacızadə ötürmə Zamiroğlu. Uzaq məsafədən zərbə, top çərçivədən yan keçir. Qaptan zərbə ilə top oyuna daxil olunacaq. Teşekkürler bize yoldaşlar. Zamiroğlu. Bugün ondan gol gözləntiləri var idi. Bugün Ulduzdan çox gözləntilər var idi. Ümumiyyətlə bu oyundan çox gözləntilər var idi. Belə bir oyun nə mən, nə də bizim izləyicilər gözləmirdi. Hər zaman bizim oyunları izləyənlərdən söhbət gedir. Çoğu sporçu deyirdi bura. Arif Kasımlı. Zamiroğlu 2-10 nömrə mübarizə aparır. Zamiroğluya qarşı qayda pozulur. Məsələ qayda pozusuna məruz qalan oyuncu kapitan Həsən Zamiroğlu cərimə zərbəsini yerinə yetirəcək. Cərimə zərbələrində mahir ustasıdır. Onun üçün mövqe, məsafə fərqi etmir. Səsləndirilir. Zamiroğlu. Zamiroğlu uzaq 9-luğu fikirləşmişdi amma Hacı Murad imkan vermədi. Zərbə gözəl, refleks ondan da gözəl.
Hədiyyələr üçün var olasınız. Hədəfdə nə atılsa hədiyyələr minnətdar olaraq yoldaşlar. FC komandasının kapitanı topladı. Top itkisi var indi Samiroğlu. Sən bir qədər çətin mövqedədir. Rəsul Vəlizadə sürətdən də sol cinahda və Amin Qasımov satdırır özünə. Son toxunuş o Rəsuldandır. Aftan sərbə. Out. Qarabağ oynadı 8-0 qalib gəldi. 8 yaşlıların Qarabağı sabah oynayacaq ama. Artıq bu günün son maçı. Sabahki 8 yaşlı Qarabağdır, Neftçidir, Ulduzdur və sair komandalar var əməkdaşlıq edədiyimiz. Həmin oyunları izləmək üçün səhifəni izləməyə alın. Heydər adının yanında izləyin butonu var. Oradan səhifəni izləməyə alın. Canlı yayım açıldıqda məlumatınız olsun. Bildiriş gəlsin. Kural Misirli. Ötürmə altı yollandı. Ünvan Köroğlu Sportster meydançaları. Cəlal. Cəlil idi daha doğrusu bu. Rəsul Vəlizadə. Vəlizadə, Cəlil. Cəlil yaxın küncə zərbə dirəkdən qayıdır. Yavaş verəcəm əsasında uzaqlaşdırmağa çalışırlar. Amma Neftçi komandası hücumu davam edəcək. Yox, davam etmədi. Maçın isə yekunlaşmasına təxmini 8 dəqiqə var. Ümumi 40 dəqiqə olur onun, hər ikisi 20 dəqiqədən ibarət. Ustan İsazadə ötürmə solsuna. Səna Məmmədov. Əsanlı ötürməsinin səhifəni izləməyə alın. Hesab yuxarıda bəlkidilib də, yoldaş da görmüşsünüz oradan. Kural Misirli, ötürmə Samiroğluya. Sən Diyakan ötürməsi Rəsul Vəlizadədən keçmir. Və Çəkəs Əliyevə qarşı qayda pozulub. Saminoğlu ötürmə yaxşı Amin Qasımova. Out. Nələr üçün minnətdarıq. Ötürmə Məhəmməd Əli, zərbə və gol! Çəkəs Əliyev buraxılan 5 goldan birinin əvəzinə çıxır. Əslində vaxta var. Vaxta var. Məncə kifayət qədər vaxta var. 4 top fərq olur. 5-1. Neftçi 5. Ulduz 1. Mübarizəyə davam uşaqlar. Yekunlaşmasına təxmini 6 dəqiqə var. 6 dəqiqədən də çox. Və Rəsul zərbəsi qapı çatından geri döndü. O nə zərbə idi Rəsuldan. Eynən Rafiq Məmmədlinin ilk hissədə vurduğu gol var idi ki, 9-luğa yolladı, uzaq 9-luğa. Həmin o qola bənzədir, o zərbəyə bənzədir. Bəyək Rafiqin qolunu təkrarını görmək istəyənlər təsvir edin də yəni bundan. Və Ruslan İsazadə bir qədər ümidlənmişkən Ulduz onların ümidlərinin üzərinə xət çəkir. Ruslan İsazadə növbəti qol. FC-dən 6-1. Zərbə idi kapitandan da mərkəzindən birbaşa qüvvətli zərbə enilmişdi Süleyman Rəhimzadə, amma Cəlal Qasımov
Diqqətli idi qapıda, amma qaydan topça sonra qovuşdu. Sənan Məmmədov, Arif. Ami Qasımov. Qasımov ötürmədə yaxşı aldı. Məhəmməd Əli Acuzadə ön zərbə indirməsinə imkan vermir. Süleyman Rəhimzadə qaydalar çərçivəsində səhv müdaxilə edir və əhsən kapitana layiq hərəkətlər Süleymandan. Gəlir, görüşür, ayağa qaldırmağa çalışır onu. Rəqibini təbii ki. Əhsən. Süleyman. Rəhimzadədən Sənan Məmmədov ötürmə gəldi. Məhəmməd Əli Acuzadə. 2-9 nömrəndə mübarizəsini gördük. Yox, zərbə yaxşı almadı. İndi burada soruşuram bizim izləyicilərdən. 600 nəfər var. Sizdən soruşuram. Süleyman Rəhimzadə, Neftçinin kapitanı. Təxmininiz görək, bilirsinizmi? Baxanlar olubmu? Hansı futbolçuya bənzəyir? İpucu verim. Milan. İpucu budur. Milan. Milan deyirəm. İpucu budur. Həm boy cəhətdən, həm xarici görünüşdən. Yox, hələ cavab yoxdur. Baxın, göstərirəm yaxından. Yox, hələ, yox. Nə Haalandlı, nə İbrahimovic. Heç birisi. Hələ ki... Yox. Milan, ipucu verdim Milan. Yəni Milanın heyətində olub həmin oyuncu. Biraz da kömək edeyim, biraz əvvəllər olub. Lap əvvəllər yox, biraz əvvəllər olub. İndi yox. Eynisidir, kopyasıdır. Hələ tapan yoxdur ya. Hələ bir nəfərdən görmürəm. Aha, gördük. Gördük bir nəfərdən. O adamı işarətləyəcəyik ora. Yox, birinci gördüyümüz adam. Ayda neçə nəfər idi? Birinci kim idi? Mexes. Eynən. Mexes. Milanda. Toz eynisidir şu an. Toz. Bu arada hücum həmləsi yaxşı alınmışdı Neftçidən. Şeyin qalkiper təf etdi zərbəni. Milanı da verdim. Ben Roma'da çox tanınır. Milanı dedim. Lap yaxın ipucu olmur. Milanda da oynayıb. Arif Kazımov və Cəlal Qasımov seyvi yaxşı alındı. Milanda da oynayıb. Yoldaşlar Milanda da. Az müddətdə. Daha açıq verə bilmirsən də. Çox oynadığı yeri demək. Bu arada Mexes'in zərbəsi və qalkiper Cəlal Qasımov yerindədir. Yox, Arda Qasımov Qarabağın heyətindədir. Oynadı, Qarabağ 8-0 qalib gəldi. Qayda bonusu qeydə alınır. U9 oyundan belə bir canlı yayımla, belə bir şərhdən sonra səhifəni hələ də izləməyə almayanlar, sizin üçün də şərh gəldi, amma o izləməyə almayanlar üçün gəldi bu şərh. Aleyküm salam yoldaşlar. Ay qəlbi daşlar, hələ də o parmaqları, əlləri varmır ki, o izlə butonuna bir tıklama eləsinlər.
Rafiq Məhmədli ötürmə gəldi və Meksis zərbə qeyirdəydi Süleyman Rəhimzadədən. Kapitan yaxın idi gəminin sürətini bir qədər də artırmaq üçün. Ruslan İsazadə. Təzyiq var ona. Tete çəkdi sol ayağına zərbə mövqeyi axtarır. Aman vermədilər ona. Həsən Samiroğlu uzun məsafədən zərbə və qapıcı yaxın güncə bağlamışdı Azmurad. Abdullah. Ruslan İsazadə kəsməli ötürmə. Amir Qasımov bir gəldi. Zərbə qapıdan yan keçir. Son saniyələr demək olar masda. Cəlal Quliyev. Quliyev top çərçivədən azacıq fərqlə yan keçir. Deyir, bu son masdır. Out. Son masdı. Sabah 8 yaşları olacaq. 8 yaşların Neftçi, Qarabağ, Ulduz kimi və s. komandaların canlı yayımlanacaq oyunları şərh olunacaq. Əgər izləmək istəyənlər səhifəni hal-hazırda izləməyənlər səhifəni izləmək alsın ki, sabah hamıya bir bildiriş getsin. Həsən Samiroğlu, Amir Qasımov oynadı. Əksüm şansı. Rəsul Vəlizadə zərbə endirir. Qasımov qapısına diqqətlidir. Və beləliklə Hakimi də final fikri səsləndirilir. Neftçi komandası bu maçda qalib gələrək növbəti 3 xal aktivlərini yazdırır. Və biz də reportajımızı bu maraqlı maçdan yekunlaşdırırıq. Oyun boyunca sizinlə mən idim şəhəsində Seyidər Hüseynli. Növbəti maçlarda və növbəti turlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.